İki atom kristal qəfəsidir. Aha. Başa düşdünüzsə əzbərləmişik. Eləcə baş hərflərini yazsan kifayətdir. Sonra Natrium OH. Burada natrium metaldır. Sonra da qeyri-metal var deyə. Burada qeyri-metaldır. Aha. Burada qeyri-metaldır. Olacaq Bu nə? iyon rabitəsi, iyon kristal. Bir dənə metal, bir qeyri-metal varsa mütləq iyondur. İzahat yazma. Eləcə şifahi edən iyon sözünü yaz. Füsyon. O birisi. NH4 OH. Burada azot qeyri-metaldır, hidrogen qeyri-metaldır, oksigen qeyri-metaldır. Yenə hidrogen qeyri-metal. Hidrogen qeyri-metaldır. İndi qoy bir dənə Nisəyə sual verək ki, burada iyon rabitəsi var Nisə? Yox, Metal yoxdur axı elə. Onda iyon deyilsə, Aygül, metaldır, metal rabitəsi var? Mənim burada metal rabitəsi yoxdur. Yoxdur. Burada qeyri-metal rabitəsi, kovalent rabitə, qeyri-metal arasında yaranan rabitə kovalent rabitə. Tamam, indi də görün metal, kristal qəfəsi varmı? Yox. Metallarda olurdu təkcə. İyon da yoxdur. Atomlu mu Nisə? Atom kristal qəfəsi ola bilər bu? Yox. Biz bunu əzbərləməmişik. Qeyri-metal hamısının içində qeyri-metal olmanı baxmayın, biz bunları əzbərləməmişik. Atomları əzbər. Nə? Xeyr. Xeyr, o dediklərin iyondaydı, metal, qeyri-metal vardı. Atom, silisium, hə. Onlar deyildi, onda molekul olacaq avtomatik, yaxşı? Biz bunu burada əzbərləmişik ki, CO2, qırmızı fosfor, qara fosfor, məsələn, grafit almaz falan. Biz bunları əzbərləmişik, amma onun içində bu yoxdur deyə. Molekul. Qeyri-metal olmana baxmayaraq, molekul kristaldır. Aha, o birisi. Karbon qeyri-metaldır, hidrogen qeyri-metaldır, oksigen qeyri-metaldır. Biz əzbərləmişik ki, kovalent rabitə atom rabitəsində, atom kristal qəfəsində olur. Amma biz bunu əzbərləməmişik. Ona görə bu molekul kristal. Molekul olur elə isə. Molekul kristal. Sonra Yenə burada hamısı qeyri-metallardır. Bu Ora yenə bax hamısı. molekul kristal qəfəsi olacaq. Sualı nasıl verilsə, dəftərə baxmana bax. Molekul kristal. Natrium klor. Burada natrium metaldır, klor qeyri-metaldır. Burada iyon rabitəsi var. Sonra İyon kristal qəfəsi. Sonra Zoe2, burada ikisi də qeyri-metaldır. Burada kovalent rabitə verəcək. Amma biz bunu əzbərləmədiyimiz üçün bu molekul kristal. bəli, bərk halda verərlərsə molekul. Bərk halda verərlərsə. CO2 də eyni formada elə, Aygül. Bəli, mənim CO2 verilən molekul. Necə mol yaz, biləcəm, qısa-qısa yaz. Ha, sonra altdakı nədir? H2O. Bu sudur müəllim. Biz bunu əzbərlədik, bu yenə molekul kristal. Molekuldur. Sonra keçib tərəfə. Bəli, bu səbəb. Burada hamısı yenə qeyri-metaldır. Bu yenə molekul kristal. Aha. Bu hərfi yaz. Getdikcə qısaldaq, bu hərfi yaz biləcəm. Sonra H2O2, bu yenə molekul kristal qəfəsi. M yaz. Aha, sonra o birisi. Kalsiyum karbonat. Bura bax, Nisə. Kalsiyum karbonat deyil. Burada elə bir qeyri-metal. Metaldır kalsiyum. Hə, metal, bu ikisi karbonat, oksigen qeyri-metaldır. Burada iyon rabitəsi əmələ gətirir. İ hərfi, ya. İ kristal. Aha. Sonra natrium SO4. Burada natrium metaldır. SO4 də qeyri-metaldır. Ona görə bu iyon kristal qəfəsi əmələ gətirir. Aha, sizdən təkcə o qəfəsləri öyrənin, onları sual verəcəm. Aha, sonra kalium sulfat deyirəm. aha, Kalium. Burada kalium qeyri-metaldır. SO4 də ikisi də qeyri-metaldır. Ona görə bu iyon rabitəsi əmələ gəlir, iyon kristal qəfəsi. sonra Kalium bromid. Burada mənim ikisi də metal qeyri-metal. Biri metaldır, kalium, brom qeyri-metal. Brom qeyri-metal. Burada yenə iyon kristal. İyon, sonra P4. P4 mənim fosfor molekul kristal qəfəsidir. Sonra Qırmızı fosforu biz əzbərləmişdik atom kristal qəfəsindən. aha. Atom. Litiumda metal olduğuna görə metal kristal. Metal. İndi silcini götür, Aygül.
Bu sol tərəf, sağ tərəfdə yazdıqlarının qabağını sil, qoy Nisə görüm nə deyəcək izah eləsin.